Həvarilərin işləri 17-ci fəsil Salonikdə Onlar Amfipolis və Apolloniyadan keçərək Salonikə gəldilər. Burada bir Yəhudi sinagogı var idi. Paul adətinə görə Yəhudilərin yanına gedib, 3 şənbə dalbadal onlarla müqəddəs yazılar üstündə mübahisə elədi. Şərh və sübut göstərdi ki, Məsihin əzab çəkərək ölüb, ölülər arasından dirilməsi lazım idi və dedi: Sizə elan eləməkdə olduğum bu İsa Məsihdir. Yəhudilərdən bəziləri, mömin Yunanların böyük bir hissəsi, bir çox nüfuzlu qadınlar buna əmin oldu və Paulla Silaya qoşuldular. Yəhudilərin buna paxıllığı tutdu. Meydana yığılan cəmaatın içərisində olan bəzi şər adamlardan bir izdiham toplayıb şəhərdə qarışıqlıq saldılar. Paulla Silanı xalqın önünə çıxarmaq məqsədi ilə Yasonun evinə hücum elədilər. Onları tapmayanda Yasonla bəzi imanlı qardaşları sürüyə-sürüyə şəhər başçılarının qarşısına gətirib hayküy saldılar. Dünyaya çaxnaşma salan bu adamlar gəlib buraya da çıxdı. Yason onları öz evinə qəbul eləyib. Bunların hamısı Qeysərin fərmanlarının əksinə gedib deyir ki, İsa adlı başqa bir padşah var. Bu sözləri eşidən izdiham və şəhər başçıları lərziyə düşdülər. Nəhayət, başçılar təminat alaraq Yason və digərlərini azad elədilər. Veriyada İmanlı bacı qardaşlarsa gecə olan kimi Paulla Silanı dərhal Veriya şəhərinə göndərdilər. Onlar oraya çatarkən Yəhudilərin sinagoguna getdilər. Veriyadakı Yəhudilər isə Salonikdə olanlardan daha açıq fikirli idi. Kəlamı böyük həvəslə qarşılayaraq hər gün müqəddəs yazıları araşdırır, bu düzgün təlimdimi deyə yoxlayırdılar. Beləliklə, onların arasından xeyli adam, həmçinin çoxlu hörmətli Yunan qadınları və kişiləri iman elədilər. Lakin Salonikdəki Yəhudilər Paulun Veriyada da Allahın kəlamını elan elədiyini biləndə ora getdilər və xalqı qızışdırıb lərziyə saldılar. Bundan sonra imanlı bacı qardaşlar Paulu dərhal dəniz sahilinə gedən yolla göndərdilər. Sila ilə Timotey isə Veriyada qaldı. Paulu yola salanlar onu Afinaya qədər ötürdülər. Sonra Paul onlara əmr verdi ki, geri qayıdıb Sila ilə Timoteyi təcili sürətdə onun yanına göndərsinlər. Afinada Onları Afinada gözləyən Paul gördü ki, şəhər bütlərlə doludur. Bundan ötürü onun ürəyi çox narahat oldu. Buna görə sinagogda Yəhudilərlə və mömin Yunanlarla hər gün bazar meydanda rastlaşdığı insanlarla mübahisə eləyirdi. Epikürçü və stoiz fəlsəfi cəryanından olanların bəziləri onunla mübahisəyə girişdi. Kimisi deyirdi, bu boşboğaz nə demək istəyir? Kimisi də deyirdi, deyəsən bu yad Allahların təbliğatçısıdır. Çünki Paul İsa və dirilmə ilə bağlı müjdəni yaymaqda idi. Onlar Paulu götürüb Areopag məşvərətinə gətirdilər. Ondan soruşdular, sənin yaydığın bu yeni təlimin nə olduğunu bilmək olarmı? Çünki qulağımız öyrəşmədiyi şeyləri bizə eşitdirirsən. İndi bunların mənasını bilmək istəyirik. Bütün Afinalılar və şəhərdəki yadelilər vaxtlarını yalnız yeni fikirləri söyləyərək və qulaq asaraq keçirirdilər. Paul Areopagın qarşısına çıxıb belə söylədi. Ey Afinalılar! Sizin hər cəhətdən çox pərəstişkar olduğunuzu görürəm. Belə ki, mən ətrafda gəzəndə, səcdəgahlarınıza diqqətlə nəzər salarkən, bir qurbangaha da rast gəldim ki, onun üstündə yazılmışdı. Naməlum Allaha məxsus. Tanımadan ibadət elədiyiniz bu Allahı sizə tanıtmaq istəyirəm. Dünyanı və onda mövcud olan hər şeyi yaradan, yerin göyün sahibi olan Allah əllə tikilən məbədlərdə yaşamaz. İnsan əli ilə edilən xidmətə onun ehtiyacı yoxdur. Çünki hər kəsə həyat, nəfəs və bütün hər şeyi verən odur. Allah bütün bəşəriyyətin millətlərini bir insandan yaratdı ki, bütün yer üzərində yaşasınlar. Yaşamaq üçün onlara zaman və məkan təyin elədi ki, onu axtarsınlar. Yəni, kör əllərini sürtə-sürtə yol axtardığı kimi axtarıb onu tapa bilsinlər. Əslində Allah heç birimizdən uzaq deyil. Axı biz onda yaşayırıq, hərəkət eləyirik, mövcuduq. Bəzi şairlərinizin dediyi kimi, biz də onun nəslindənik. Demək, biz Allahın nəslindən olduğumuza görə belə düşünmək olmaz ki, ilahi varlıq insan layihəsi və istedadı ilə yaranan
qızıl, gümüş, yaxud daşdan düzəldilən bir şeyə bənzəyir. Allah cəhalət zamanlarında buna göz yumdu. Amma indi hər yerdə hamının tövbə eləməsini insanlara əmr eləyir. Çünki Allah öz seçdiyi şəxs vasitəsilə dünyanı ədalətlə mühakimə eləyəcəyi günü təyin eləyib. Onu ölülər arasından diriltməklə hamının qarşısında bunu təsdiq eləyib. Ölülərin dirilməsi ilə bağlı sözlər eşidən kimi bəziləri onu ələ saldı. Kimisi də belə dedi: bu barədə səndən bir daha eşitmək istəyirik. Beləliklə, Paul onların arasından çıxıb getdi. Bir neçə insan isə ona qoşulub iman gətirdi. Bunların arasında Areopag üzvü Dionis, Damaris adlı bir qadın və başqaları da var idi.